Jeffrey Epstein'in 2019-cu ildə Manhattan həbsxanasındakı intiharı bəlkə də tarixin ən böyük yoxa çıxma tamaşası idi. Daily Mail'in son araşdırmaları və sızan tibbi görüntülər göstərir ki, o gecə morqa aparılan şəxs əslində Epstein olmaya bilər. Dünyanın ən nüfuzlu patoloqlarının diqqət çəkdiyi anatomik uyğunsuzluqlar bu ölüm simulyasiyası iddialarını daha da qüvvətləndirib. Məsələn, Epstein'in arxiv fotolarında qulaq seyvanının daha bitişik olmasına rəğmən xəstəxanadan çıxarılan meyitin qulaq quruluşunun tamamilə fərqli, daha geniş və qırışlı olması bu şübhələri daha da artırır. İnsan qulağı barmaq izi qədər unikaldır və bu dərəcədə kəskin forma dəyişikliyi tibbən mümkün deyil. Bununla yanaşı, burun profilindəki əyriliklər və məşhur patoloq Michael Baden'ın boynundakı sümük sınıqlarının intihardan çox boğulma və ya peşəkar hücumun izi olduğunu bildirməsi Epstein'in rəsmən ölü elan edildiyi o gecənin əslində böyük bir qaçış planının bir hissəsi olduğunu ehtimalını gücləndirir. Bu ölüm simulyasiyası ehtimalı Epstein'in qurduğu şantaj iqtisadiyyatı ilə birləşəndə mənzərə daha da aydınlaşır. Onun 600 milyon dollarlıq sərvəti sadəcə investisiya deyil, Şahzadə Andrew, Bill Gates, Bill Clinton, Leslie Wexner, Woody Allen, Naomi Campbell və digər çox nüfuzlu simaların sirləri qarşılığında alınmış sakitlik payı idi. Epstein'in kiçik müqəddəs James adasındakı malikanələri əslində nəhəng bir kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərirdi. Divarların arasında gizlədilmiş peşəkar kameralar qonaqları ən gizli anlarında lentə alaraq onlara toxunulmazlıq qarşılığında milyonlarla dollar idarə etmə haqqı ödətdirirdi. Onun özəl Boeing 727 təyyarəsi, yəni Lolita Express, daxildən hər tərəfi güzgü olan çarpayılarla təchiz edilmişdi ki, bu da qonaqları izləmək üçün qurulan növbəti bir vizual tələ idi. Epstein'in ölümündən cəmi 48 saat əvvəl bütün varidatını gizli bir fonda köçürməsi də onun qaçış planının maliyyə hazırlığı kimi qiymətləndirilir. Maliyyə imperiyasının və digər tərəfi isə Virgin Adaları hökumətini süni intellektə sərmayə qoyuram deyə aldadaraq aldığı 300 milyon dollarlıq vergi güzəşti bu pulların insan alveri şəbəkəsinin ofis xərcləri kimi yuyulması üzərində qurulmuşdu. Epstein'in yoxa çıxması və ya saxta ölümü əslində sistemin özünü xilas etmək üçün atdığı radikal bir addım idi. İtmiş serverlər, adadakı yeraltı tunellər və həbsxanadakı müəmmalı kamera nasazlıqları göstərir ki, informasiya puldan daha təhlükəlidir. Epstein rəsmi sənədlərdə ölü sayılsa da, biometrik uyğunsuzluqlar və Daily Mail'in iddia etdiyi canlı kölgə hələ də qlobal elitanın kabusu olaraq qalmaqdadır. Bugün həmin şantaj arxivlərinin kimin əlində olması sualı müasir dünya siyasətinin ən böyük qorxusudur. Bəlkə də sual Epstein'in ölü olub olmaması deyil, sual budur. Bu qədər sir kimə miras qalıb?